Bugün hamıza salamlar dostlar. Bugün sizlerle birlikte yine Minecraft oynayırıq ve dostlar bu sefer kaliteli bir Minecraft oynayıram. Yani geçen dəfəki biraz pis idi. Ben de fərqindəydim. Ona görə qəşəng Minecraft yüklədim. Dostlar ben size demiştim. Eğer 10 like gəlsə Minecraft yükləyəcəm. Ama siz 10 like atmanız ama gözləyəcəm. Eğer 10 like gəlsə mən Minecraft yükləyəcəm. Deməli dostlar, sizdən də üzr istəyirəm. 2 gündür video atmıram. Səbəblərim var idi, vaxtım yox idi və indi vaxtım var və video atmağa devam edirik. Sizlə danışanda bir dənə köy tapdım burada. Geç oldu, akşam idi. Direkt yataq, sabah başlayarıq. Deməli dostlar, indi köy gəzək. Burada saman var, samanları çəkək, çörək gəzərik. Dostlar, dostlar burada bir demir tapdım. Deməli dostlar, indi seçək. Deməli dostlar, indi götürək bütün zırhları. Dostlar, bu zırhları indi götürdük. Niye çok hamısını götürdünüz? Çünkü eğer kırılsa o birisini giyinmeye. İndi deməli ayakkabını götürəcək. İndi kırılacaq nasıl tapalım. Biz ağaç var, bırakız ağaç. Dostlar, köy var idi yanımızda. Ona göre köyden başladık ki bir tane ağaç tapıp kırabilseydim. Crafting table falan. Deməli çıxaq. Dostlar, indi yuxarıda bir dəqiqə. Ay, canım getdi. Dostlar, neyse. Şimdi buradan samanlarımızı götürək. Evləri bir gəzdik. Sandıqlar. Sandıq varsa evin içindən sandığı götürmək. Sandığın içində əşyalar götürək. Yuxarı çıxırıq. Burada evlər var. Burada inanmıram olsun. Ben de baxaq. Burada olmaz. Deməli, burada zombiler var. Burada yoxmuş. Burada sancaq yoxdur. İndi gedək. Deməli, birinci bura baxaq. Aha, burada var sandıq. Çörək, alma, patates ve gül. Deməli, onsuz oyuncumun az idi, onun çörəyi yemək. Gidik
çörek bayağı doldurdu canımızı. Bak aşağıda eve bakmıştık. Şimdi bir tane de buraya bakalım. İnanmıyorum burada olsun ama yine. Neyse buradan düşemedik. Dostlar promo ağaç kırmakla sayıla bunlar kırdım. Çünkü her şey olacak. Çalarak şöyle ikisi bas. 4 tane aldım. İkisini de crafting table zıldaç. Ondan sonra da crafting table'dan çubuktan samanları bir bunları çevireyim. Hadi tezgah, sarı boya. Dostlar bir tane sarı boya yaptım. Çünkü eğer zırhım olsaydı zırhtan şeylerdi 1, 2, 3, 4, 5 tane. Dostlar neyse bunlardan bir tane ekmek çörek yemeye 42 tane çöreğimiz oldu. Şimdi bu crafting çubuk gedib bunu kıraq bir tane. İki tane bəsdir. Bir tane çubuk da su 2 tanesiyle 4 tane. Dostlar ben gedim bir tane aşağıdan yatak götürüm. Sarı yatak. Hoşuma geldi. Dostlar indi ben bu evi qırıram. Ama ki ben bu köydə qalacağım ve bu evi düzəldəcəm. Deməli dostlar indi yenə bir iki tane şey qıraq. Deməli dostlar bunu da qırdıq və indi bir dənə balta düzəltdik. Bir dənə də qılıc elədik. İndi dostlar bu biraz gece olsun ve bu baltayla düşüp bu evlerin taxtalarını qıracağım ve bu evi qəşəng bir hala gətirəcəm. Yəni buraların falan qırdım, bunları düzəldəcəm. Neyse biraz çörek aslımız da olsun. Ama aslımız da olsun biz yatak. Deməli indi düşük aşağı düşək və məsələn buraya çəkək. Görək qırılsa. Bunları kırdık. Dostlar eğer düzelde
düzeltebilsem bu yosunlanmış divarları da düzeltsem. Ama hamısından qabaq ilk öncə evləri qıraq. Demək bu taxta evi qıracam. Burada zombi var. Tamam dostlar. Şimdi haftaya tahtaları kıraq. Dostlar bu arada bu köy indi tercihlenmiş olduğu için koyacağım. Dostlar eğer bu videoya güzel arkadaşlar çok sevinirim. Ben başka youtuberler kimi minnet zaten çünkü hala kanalımız tazedir ve inanın ki buna atmıyorsunuz. 10 like gelse bu videoya bir dostluğumla bir yerde bir köy tapacağıq terk edilmiş ve hemen o köyü geliştireceğiz. Yani geliştireceğiz de hemen köyü. Şimdi biz tahtalarımızı, ağaçlarımızı qıraq. Ayda. Neyse şimdi tamam dostlar indi buranı kırdık dostlar buranı yememi. Tam yok bunları kırmak. Burada şey falan yok diye.
Deməli dostlar, indi gedirik evimizi geliştirmeye. Eğer nəsə çatmasa, düşbəşə ev quracağıq. İndi gəldik. Dəli diye. Ortam quruldu. Deməli dostlar, başlamızın həyətində bir yüz var. Bura inek falan koyabilirim. Ama ilk önce çıkıp yukarı evimizin eksiklerini tamamlayaq. 25 tane taxta yığmışam. Bu taxtalarla ne alacağım? Bunlardan deməli görək nə qədər oldu? 64-41. Birincisi bunu bura koyduk. Şimdi kırdık yerleri. Deməli, indi neyək? Bu düzəltmək üçün istənilən çubuq lazımdır və o çubuqları da düzəltdik. Bizə də tam 2-3 dənə lazım idi. Və bura mən öz zevkimlə deyirəm. Mən zevkimə qalıb. İndi birincisi koyduk. Sonra ise burada. Bunun üstüne. Buradan yaptık. Buradan da bunu. Buradan da bunu. Onları şöyle güzel çekiyor. Kaşıkçısını ki üstünü çekmek lazımdı. Kamerayla buraya atacağım. Deməli dostlar, indi bu yuxarını düzəldək. Düzəltmək üçündən mən
Önce yukarı çıkaq. Yukarıları düzəldək. Ondan sonra isə görünmə başqa yerləri düzəltəcək. Bunlar ne belə gec qırılır. Bunu bura koyduq. Bax, bu tərəfdə də elədik. Düz qoymuşuq. Yəni deməli dostlar, bir videonun daha sonuna gəldik. Bugün sizlərlə bir yerdə gördüyünüz kimi bu evi düzəltməyə çalışdıq və diğer videoda mən bu evi düzəltəcəm və düzəldirmiş halda bu evi görəcəksiniz. Nəysə, kanala abunə olub like atmayı unutmayın, takip edin və zilləri açın. Hoşça kalın, mutlu kalın.